Pomidoru necə budamaq lazımdır? Söhbət düzgün budamadan gedir. Daha ətraflı məlumat üçün videonun sonuna qədər baxın. Pomidor bitkisində enerji məhduddur. Əgər qoltuq altı zoğlar qalarsa, qida yarpağa və gövdəyə gedər. Meyvə isə payını ala bilməz. Budama ilə biz bitkiyə deyirik, böyü, amma meyvəni böyüt. Meyvəni necə böyüdür? Agro-MK deyir ki, qoltuq altı zoğlar kəsiləndə qida maddələri birbaşa meyvəyə yönəlir. Meyvələr daha iri və dolğun olur. Yetişmə daha bərabər gedir. Bu, mənbə ambar prinsipidir. Yarpaqlar istehsal edir, meyvə toplayır. Rəqib zoğ çoxdursa, meyvə uduzur. Amma diqqət, yarpağı çox kəsmə. Agro-MK-ya görə ən böyük səhv, nə qədər az yarpaq, o qədər yaxşı düşüncəsi. Çox yarpaq kəssən, fotosintez azalır, kök zəifləyir, meyvə günəş yanığına düşür. Pomidor meyvəsi kölgə istəyir, çılpaq günəş yox. Minimum yarpaq qaydası. Dəqiq rəqəm yoxdur. Amma Agro-MK-ya əsasən qızıl qayda budur. Meyvəni günəşdən qoruyacaq qədər yarpaq qalmalıdır. Aşağı salxımlardan başlayaraq seyrət. Bitkini birdən-birə soyma. Kəsim texnikası. Çox vacib. Qoltuq altı zoğları erkən mərhələdə təmizlə. Yarpaq saplağında maksimum 3 sm qalması kifayətdir. Agro-MK deyir ki, kəsən aləti mütləq dezinfeksiya et. Unutma, budama yarası xəstəlik üçün qapıdır. Agro-MK-nın yekun mesajı. Pomidoru çox yarpaq yox, ağıllı budama böyüdür. Bitkini kəsmə, istiqamət ver. Agro-MK. Pomidorlar tez böyüməsi üçün yarpaqları çox budayacaqdıyam.